Hər şey sanmışlar. Bugün sizə GTA San Andreas Bakını izləyəcəyik. Bu mod GTA San Andreas Bakıda nələr var istədiyim. Prius var, 07 var, 06 var. Hər cür maşın var yəni. Bunu yükləmək üçün nə edirik ilk öncə? Bizə Chrome lazımdır. Mənim yazdığımı siz yazın da. Burada belə Zuhaq yazandan sonra iç seçirik www ona. Burada bir də oyunlarımız var dostlar. Bizə GTA San Andreas lazımdır. GTA 5'e girməliyik öncə. Ondan əvvəl də ki, burada hər cür oyun var. Yəni burada hiləli oyunlar yüklə bilərsiniz. Bir çox oyunu, məsələn, Carpenter falan elə bir oyunlar. Burada ki, mən yüklədim, olmadı amma buradakı tam bu buradakı olmadı məndə, bilmirəm. Məndə olmadı, yoxsa niyə? Bilmədim. Yüklənmədi yəni məndə. Yükləndə qoşulmadı. Bilmirəm niyə. Siz də yükləyin, bəlkə istəsəniz ola bilər, bilmirəm. Nə qalmalıyıq biz? İlk öncə GT-yə girək. Birinci giririk, çıxırıq təzən giririk. İndiririk. Burada hər gün GTA var. Bu dostlar, bu əsl kompüter qrafiki falandır. Bu da təzə çıxan GTA'dır. Bunu bilmədiyim GTA San Andreas. Bizə ən axıra gəldik. Burada görürsünüz GTA Bakı Mobile Android 14, GTA Bakı Mobile Android 15. Bizə ilk öncə bir ayar lazımdır. Ayarlara giririk. Telefon haqqında basırıq. Burada görürsünüz OS versiyası, onun altındakı Android versiyası. Android versiyasında bizdə 14 yazılıb, 15 ya 14 ya 15 olur. Onu gördünüz, yəni Android 15 ya 14 ya 15. Bizdə 14 ya 14'e girəyəm. Özün geri çıxartacağım. Burada aşağı düşürük. Burada TikTok'a atı, yox YouTube'a atı, Instagram'a atı girib baxa bilərsiniz oradan indirmədə, amma mən də yükləyirsiniz. Bizə ilk öncə Zarziver lazımdır. Zarziveri mən yükləmişəm. Bir də GPZ lazımdır. Bunu yükləyəndən sonra açırıq. Açdıqdan sonra dostlar GPU render orada yaz bu. Tam baxın bu göstərdiyim. Məndə Mali'dir. Sizə hər cür ola bilər, yəni necə deyim, dəqiqə səhvə qaydım. Power ola bilər. Adreno da ola bilər. Adreno da ola, Power da ola bilər, Mali'də. Mənki Mali'də, Mali yükləyirik. Burada gəlir, buna basırıq. Yükləmək üçün. Bu bizə yüklənir. Onu yükləməzdən əvvəl də yadından çıxdı bu dostlar. Dəqiqə. Burada APK yüklə var. APK yükləyə də yükürük. Bu da 18 MB yükləyək bunda. Məndə yüklü yeni endirirəm. Hamımız birlikdə deyək baxaq. İkisi yükləndi. İlk öncə birinci GTA San Andreas Fiqet APK Ruzxan netə basırıq. Onu Zarziverə basırıq.
İcazə verdikcə istəyir, ona basandan sonra icazə verdikdən sonra gəlirik bura. GTA San Refisetdən bir dəqiqə arxa verim. GTA San Refiset apk.rusuxan.net-ə basırıq. Sonra altta GTA San 2.0 ona basırıq, üstünə basırıq, tək bir adı üstünə basırıq. Sonra altta quraşdırın var. Quraşdırına bastıq. Quraşdırın. Bir dəqiqə quraşdırılsın bu. Aha, təbii quraşdırıldı gördüyünüz kimi. Sonra çıxırıq, girik buna. Bunda icazələr istəyir. Buna bax, ok. Bir də icazə verin. İndi girik. Girdik. İndi çıxırıq, birbaşa buradan da silirik. Yenə gəlirik, bunu silirik buradan. İndi Mali GTA Bakı Android'ə basırıq. Onun icazələrinə. Mali GTA Android'ə bütün telefonlar üçün ona, yenə bütün telefonlar üçün yenə buna basırıq. Burada artıq bu var. Home Redquarters Games.gtasa buna basırıq. Basmaq lazım dedi, çaşdım. Bunun üstüne basırıq belə gtasa. Basırıq. Buradan Doblandın üstüne basırıq. Cihaz yaddaşı. Burada Android'lə səhv salmayın. Android'ə birdən basarsınız siz. Yox. Android o proqramı yükləyəndən sonra, GTA'nı yükləyəndən sonra gəlir bizə. Android Unpertested. Ona basırıq. Dataya basırıq. Buna basırıq yükləyirik. Bütün fayllar təbii ki, basırıq. Dəyişdir. Ekrandan çıxışda ehtiyac yoxdur. Gözləyək biz. Yükləndi. İndi oyunumuzu giririk. Başqa oyunlar yükləməsi qaydası gələcək oradan. Aha, oldu. Əlimizdə ediniz ki, bilmədim orada. Biraz oynayacağım sizinlə də. Görün. Squid Game. Tez oyuna giririk. Tez oyuna girmək ehtiyac yox, burada açdım. Start game. New game. New game basandan sonra ekranda belə səhifə qarşılayır. 1992-ci il falan. Ötürünə basaq, burada yuxarıda gördüyünüz kimi. Sağ üstə. Maşın dəyişməyi bilmirəm, nəyəsə olmur məndə maşın dəyişmək. Amma başqalarında olur maşın dəyişmək. Buradan da istədiyinizi seçərsiniz. Mən bunu seçəcəm ortadakini. Ortadakı məncə yaxşı olar, sizə. Məsələn, bir dənə maşın tapaq. Dəqiqə. Yaxşı maşın. Bunları əzirik, silah yükləyirik. Silahları yükləyirik. Bunu istəmiyorum, başlayalım. Ben ne edeyim sizi? Polise gelsin diye. Öldürdüler, öldürdük.
Ah, 06 baxın. 06 da bu. Görsək də görürsün. Ya 015. Oy. Biraz bu sürək. Əsas 07, 07'ye geç. Düşürük. Ala nə var? Ay 07, minirsən? Min... Yükleme qaydasını göstəreyim. Məsələn, təkərli partlayır burada. Aha, Japonya polis çək. 07'ye baxın. İndi polis gəlsin göstərdim sizə. Aha, polisimiz geldi. Kaçabilen polis maşını var öyle. Siren işletmeye gelecek. Buradaki bir kalkaya bas. Signala basırsınız. Orada bir kalka. Bir tane basırsınız. Üstüne basıp saklayın ama. Öldük, ölmedik. Sağ kalk. Aha, öldük. 4 pulumuz vardı. Bu da pul itirir bu da. Böyle biraz. 464 pulumuz vardı. Artık oldu 364. Yani ucuzdan da pul yiyecek. Bir an bana dövüşe. Sıçımı da dövüşü. Başka bir daha oyun, bundan sonra bir arkadaşlar oyun biçimi karşı göstereceğim. İstediğiniz maşinada karşı rahat edilip minip çıkabilirsiniz. Bence maraqlı oyundur. Siz ne düşünürsünüz? Yorumlara yazın. Bence tam maraqlı olanda polisləri öldürün daha maraqlı olur. Videomuz bu kadardı. Sağ olun, salamat qalın. Videonun sonuna belə deyim bir şey deyim sizə. Məsələn, buradan çıxırıq. Burada gördüğünüz gibi kuş arası var. Kuş arası gibi dedi. Abi ne niye? Abi ne niye? Göre yaşayır. Öldü. Aha, bir dakika. Ben onu göstereyim size. Burada kuşlar seçim basırsınız. Ona basırsınız. Perde açalım. Görürsünüz ki o mavi var ha. Neyse, buradaki mavi var ha. Onun yanına geçseniz ne diyeyim, vaxtında, vaxtınsız, vaxt keçində yox. Tez geçseniz onu maşına bindirirsiniz, sən adım anladım. Gətirirsiniz xəstəxanaya desən. Hə, aha, xəstəxanaya gətirirsiniz. Vaxt olacaq. İstəsəniz polisə gəzə bilərsiniz, heç nəyəməyəcək polis sizə. Rahat gəzə bilərsiniz belə. Videomuz bu qədər. Sağ olun, sağ olun. Videoya görüşürüz. Özünüzə yaxşı bakın.